Ailəsi ilə birgə dəyəri milyardlarla dollar olan mala-mülkə, biznes imperiyasına sahib dövlət başçısı korrupsiya ilə mübarizədə maraqlı ola bilərmi? Yaxud adı beynəlxalq korrupsiya araşdırmalarına düşən nazir korrupsiya ilə mübarizə komissiyasında nə iş görə bilər? 23 ildir hakimiyyətdə olan prezident İlham Əliyevin ailə üzvlərinin varidatı və lüks həyatı haqqında həm yerli, həm xarici jurnalistlər ortaya şübhəli maliyyə əməliyyatlarına dair təkzib olunmaz faktlar qoyublar. Hələ 5 il əvvəl Pandora sənədləri ortaya çıxanda məlum oldu ki, Əliyevin övladları və ailəyə yaxın şəxslər Londonda ofşor şirkətlər vasitəsilə dəyəri 700 milyon dollara yaxın olan daşınmaz əmlak alıblar. Əliyev bu pulların mənbəyi ilə bağlı İtaliyanın La Repubblica qəzetinə müsahibəsində demişdi ki, prezident seçiləndə mən kasıb deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. İlham Əliyev 2003-cü ildəki seçkilərdən sonra zorakılıqla və kütləvi repressiya nəticəsində prezident kürsüsünə əyləşəndə oğlu Heydər Əliyevin 6 yaşı var idi. 2010-cu ildə Azadlıq Radiosu Washington Postda istinadən prezidentin 11 yaşlı oğlunun Dubayda 44 milyon dollar dəyəri olan dəbdəbəli mülklərə sahib olduğuna dair araşdırma dərc etmişdi. Araşdırmada deyilirdi ki, orta Azərbaycan vətəndaşı 10 min il işləməlidir ki, bu məbləği qazana bilsin. 2018-ci ildə Əliyevin qızları Leyla və Arzu Əliyevalar Dubayın Palm Jumeirah adasında 100 milyon dollar dəyərində olan otel və 17 lüks əmlakın sahibi kimi tanınırdılar. Bütün bu alqı-satqı əməliyyatları əlbəttə ki, şəffaf olmayan ofşor pul köçürmələri vasitəsilə həyata keçirilirdi. Paradoksal səslənsə də, araşdırmacı jurnalistlər qaranlıq pul yuma əməliyyatlarında Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü olan DTX rəisi Əli Nağıyevin də adına rast gəlmişdilər. Baş nazirin birinci müavini Yaqub Eyyubovun da adı həmin siyahıda idi. Amma Azərbaycan parlamentində hələ də bu faktlarla bağlı komissiya təşkil olunmayıb. Prezidentin və nazirlərin, eləcə də digər məmurların mal-mülkünün mənşəyi sorğulanmayıb. Azərbaycanda adı korrupsiyada hallanan nazirlər adətən cinayət məsuliyyətinə cəlb olunmurlar. Onlar ya mükafatlandırılır, ya da vəzifələri dəyişdirilir. Məsələn, adı Beynəlxalq Bankın rəhbərliyinə açılmış milyardlarla manatlıq cinayət içində hallanan Maliyyə naziri Samir Şərifov istintaqa çağırılmaq əvəzinə vəzifəsi dəyişdirildi və baş nazirin müavini postuna təyin olundu. Siyasi rəqabətin olmadığı qapalı və qeyri-şəffaf dövlət aparatlarında bir korrupsioner məmuru digəri ilə əvəz etmək sistemin özünü dəyişdirmir. Müasir avtoritar rejimlərdə korrupsiyanı araşdıran tədqiqatçılar bunun səbəbini belə izah edirlər. Avtoritar rejimlərdə korrupsiyaya qarşı mübarizə çox vaxt seçici xarakter daşıyır və korrupsiyanı aradan qaldırmaq üçün yox, ondan təsir dairələrini yenidən bölüşdürmək və ya rejimi gücləndirmək üçün istifadə olunur. Korrupsiya idarəetmənin sistem yaradan elementi olduğu üçün burada korrupsiyaya qarşı əsl mübarizə cəhdlərinin özü əngəllənir. Cəmiyyət üçün görüntü yaratmaq və etiraz əhval-ruhiyyəsini zəiflətməkdən ötürü aşağı və orta səviyyəli məmurların göstərici həbsləri həyata keçirilir. Son illərdə Azərbaycanda icra başçılarının həbsi bu nəzəriyyənin doğru olduğunu bir daha təsdiqləyir. Avtoritarlaşmış rejimlərdə korrupsiyanın səviyyəsi artdıqca vətəndaşın hökumətə etimadı da bir o qədər azalır. Azərbaycan hazırda dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur. İqtisadçı Robert Klitgard hesab edir ki, korrupsiya bir qayda olaraq hakimiyyətin monopoliyası ilə hesabatlılığın yoxluğu bir araya gələndə ortaya çıxır. Bu arada Azərbaycanda məmurların hesabatlılığı üçün düz 21 il əvvəl vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi haqqında qanun qəbul olunsa da, hələ də icra olunmur. Səbəb isə bunun üçün bəyannamə formasının bugünə kimi təsdiq olunmaması göstərilir. Bu fəaliyyətsizliyin arxasında isə bir amil durur: oğurlananları gizlətmək və daha çox oğurlamaq. Belə bir şəraitdə varlılar daha çox varlanır, kasıblar isə ildən ilə daha çox kasıblayırlar. Təsadüfi deyil ki, Azərbaycanda əhalinin varlı hesab olunan 100 min nəfəri ölkə sərvətinin 58%-dən sahibdir. Əhalinin 5 milyonunun sərvət payı isə vur-tut 5% təşkil edir. Avtoritar rejimlər korrupsiya vasitəsilə böyük məmur ordusu yaradır və dövlətin özünü zəbt edirlər. Azərbaycanda məmur özbaşınalığı və korrupsiyanı araşdıran, tənqid edən onlarla jurnalist və ictimai fəalın həbsinə baxanda belə bir sual yaranır. Vətəndaş üçün fərqi varmı onun hüquqlarını tapdayan yerli yoxsa xarici işğalçılardır? Nəticə etibarilə rifahı oğurlanan yenə vətəndaş olur. Korrupsiya artıq bir ölkənin milli və ya daxili məsələsi olmaqdan çıxaraq qlobal problemə çevrilib. Transparency International 2022-ci ildə yazırdı ki, avtoritar rejimlər getdikcə daha çox korrupsiyadan demokratik ölkələrə təsir vasitəsi kimi istifadə etməklə demokratik institutları təhlükə altında qoyurlar. Təxminən 10 il əvvəl Azərbaycan hakimiyyəti ölkədəki insan haqları probleminin gizlədilməsi və avtoritar maraqlarının təmin edilməsi məqsədi ilə milyonlarla rüşvət müqabilində Aşpadakı deputatları satın almışdı. Ötən il Almaniyada Azərbaycandan rüşvət alan deputatlara məhkəmə quruldu və onlar cəzalandırıldı.
Amma Azərbaycan tərəfdən bu deputatlara korrupsiya pulları ilə rüşvət verən heç kim məsuliyyətə cəlb olunmadı. Çünki bu rüşvət əməliyyatını hazırlayan da məhz Azərbaycan hökuməti özü idi. Korrupsiya avtoritar rejimi ayaqda saxlayan əsas alətlərdən biridir. O, siyasi rəqabət və demokratiyanın olmadığı bir şəraitdə daha da çiçəklənir. Buna görə də avtoritar dövlətdə korrupsiya ilə mübarizə ancaq görüntü xarakteri daşıyır. Əslində isə əsas mübarizə demokratiya uğrunda aparılmalıdır.